Salam əziz izləyicilər. Bugünkü söhbətimiz bir daha mediasiya barəsində olacaq. Bu mediasiya Azərbaycanda yəni özünü doğrultmadı. Doğrultmadı o mənada ki, yəni ki bu qanunu Azərbaycanda tətbiq eləmək çox çətin və ədalətsizliyə gətirib çıxardır. Bəli, qanun hansı ki ədalətli olmalıdır. Amma Azərbaycanda 2019-cu ildə qəbul olmuş mediasiya haqqında qanunun normaları Azərbaycanda sosial ədalətsizliyə gətirib çıxardır. Nə mənada? Dünyada bildiyiniz kimi mediasiya hərəkatı çoxlarına məlumdur. Min illər bundan qabaq, min il bundan qabaq olub belə bir şey. Bu vasitəçilik, ağsaqqallıq fəaliyyətidir. Yəni məhkəmədən kənar mübahisələrin alternativ bizim dildə desən həlli yollarıdır. Yəni ağsaqqal mübahisə edən tərəflərin xahişi ilə onların arasında vasitəçilik edir, onların problemlərini həll etməyə çalışır. Buna deyirlər mediasiya. Sonradan bu qanuni formaya düşdü. Ölkələr artıq bu barədə qanunlar qəbul edirlər. Azərbaycanda da bu qanun qəbul olundu. Azərbaycanda mediasiya haqqında qanunla dünyada fəaliyyət göstərən, mövcud olan mediasiya haqqında qanunlarda fərq ondadır ki, Azərbaycan bu mediasiya haqqında qanunu özünküləşdirib, Azərbaycanlaşdırıb. Nə mənada? Yəni dünyanın hər bir yerində, hər yerində, bütün dünyada bu mediasiya qeyri-hökumət təşkilatı olduğu üçün bu könüllü olaraq şəxslər mediatora müraciət edirlər. Yəni əgər bunlar mübahisə varsa aralarında, bunlar məhkəmə müraciət etməyə tələsmirlər. Mediatora müraciət edirlər, ağsaqqala. Ağsaqqal da Azərbaycanda həmişə olub ki, xahiş edirlər ki, bu mübahisələri bir ağsaqqal gözü ilə baxsınlar və həll etsinlər, canları da qutarsın, məhkəməyə də getməsinlər, pul sərf etməsinlər. Bəli, belə proses dünyada hər yerdə var. Azərbaycanda bu könüllüdür. Yəni məcbur deyil. Dövlət buna qarışmır. Dövlət heç vaxt buna qarışmır. Heç bir dövlət mediasiya fəaliyyətinə qarışmır. Amma Azərbaycanda qəbul olunan mediasiya haqqında qanun bayaq dedim, Azərbaycançılıq olduğu üçün qarışır. Azərbaycanın ayrı-ayrı şəxsləri, daha doğrusu Milli Məclis mediasiya haqqında qanunda ilkin mediasiya sessiyası deyilən bir korrupsiyon sxem qurub. O nə sxemdir? O odur ki, vətəndaş bilavasitə məhkəməyə müraciət edə bilməz ayrı-ayrı hallarda. Yəni qanunda əgər yazılıbsa ki, hər bir vətəndaş, hər bir şəxs hüququ pozulubsa, onun mənafinə toxunan bir hadisə varsa, bilavasitə məhkəməyə müraciət edə bilər. Mülki Proseslər Məcəlləsinin 4-cü maddəsi. Amma mediasiya qanunu, hansı ki bu mediasiya vətəndaş cəmiyyətidir, vətəndaşlıq hərəkatıdır, qanun qəbul olan zaman o normanın pozuldu, o norma əlavə edildi ki, yox, vətəndaşlar mütləq gərək ayrı-ayrı mübahisələr üzrə mediatora müraciət etsinlər. O hansı mübahisələrdir? Ailə nikah, yəni boşanma, aliment, uşaq tələbi, işdən əmək mübahisələri. Bu hallar üzrə mütləq mediator ilkin mediasiya sessiyası keçirməlidir. Yəni bu ilkin mediasiya sessiyası nə deməkdir? Bu yəni bu şəxslər, bu kateqoriyada şəxslər bilavasitə məhkəmə müraciət etməyib mediatora müraciət etməlidirlər ki, əks tərəfi çağırsın, mediator bir söhbət aparsın, məhkəmə kimi yox, sadəcə söhbət aparsın və onları barışdırsın ki, iş məhkəməyə gedib çıxmasın. Təbii ki, insanların 95%-i əgər məqsədləri məhkəməyə müraciət etməkdirsə, mediatora getsələr belə o problem həll olunmur. Çünki bu çox dərin məsələlər var. Məsələn, ailə nikah məsələsində boşanmalarda çoxdur, barışanlar azdır. Çünki bu ürək məsələsidir, qəlb, könül məsələsidir. Bu belə hallarda barışıq az olur. İşə bərpa ilə əlaqədar da müəyyən qədər nəticələr olsa belə, bu da həmişə olmur. Amma əvəzində mediator burada qazanır. Çünki bu şəxsləri dövlət qanun məcbur edir ki, gedin mediatora pul ödeyin.
Ondan arayış alın, sonra gelin yanıma. Sonra məhkəməyə müraciət edin. Yani mediator eğer onları barıştırabilmezse mübahisə edən şəxs mediatora 60 manat pul ödəyir ve iddia ərizəsi yazır, yeniden vəkil tutur, rüsum ödəyir ve məhkəməyə müraciət edir. Bu var idi onsuzda da. Bu mediator hardan çıxdı? Bu ilkin mediasiya sessiya deyirlər, məcburi mediasiya deyirlər. Dünyanın heç bir yerində məcburi mediasiya yoxdur. Bu eybəcər bir qanundur. Ətraf ölkələrdə, dünya ölkələrində mediasiyaların fəaliyyətləri, geniş mediator fəaliyyətləri genişləndirilib, amma heç birində məcburi yoxdur. Hətta Qazaxıstan Respublikasında ayrı-ayrı hallarda cinayət işləri üzrə də mediatorlar işləyirlər. Məsələn, bizdə o 73-cü maddədir, yəni barışıqla bağlı. Azərbaycanda isə mediasiya yalnız az təminatlı şəxslərə, boşanmaq istəyən, aliment istəyən, işə bərpa olunmaq istəyən az təminatlı şəxslərə vurulan zərbədir. Yəni, o şəxslərin qarşısında şərt qoyulub ki, gedin mediasiyadan keçin və mediatorun pulunu verin, sonra gəlin. İnkişaf etmiş ölkələrdə mediasiya tətbiq olunur çox geniş. Məsələn, Amerika, İngiltərə, Fransa kimi ölkələrdə inkişaf edib iqtisadiyyat, orada banklar arasında, müəssisələr arasında, iri korporasiyalar arasında, holdinglər arasında mübahisələr olur və onlar heç də məhkəməyə müraciət etməyə tələsmirlər. Çünki bu onlara çox baha başa gəlir. Burada vəkil tutmaq lazımdır, orada vəkilin də saatı bahadır. O qədər problemlər var ki, ona görə onlar məhkəməyə müraciət etməkdən çəkinirlər, həm də çox uzanır illərlə. Mediatora müraciət edirlər və ümid edirlər ki, mediator bu mübahisələri və ya onun heç olmasa yarısını həll edə bilər. Yəni, alternativ formada, məsləhət verməklə, müəyyən hərəkətlərlə və bəzi hallarda buna nail olurlar və xeyli qabağa düşürlər. Amma bunlar yəni demək istəyirəm, sahibkarlardır, kommersantlardır, iri maqnatlardır, holding sahibləridir. Bunlar üçün 10 min, 20 min, 100 min heç bir əhəmiyyəti yoxdur. Bəli, belə hallarda mediator da qazanır, mediatora müraciət edənlər də qazanır. Əgər Amerikada desən ki, alimentə görə Azərbaycanda mediasiyaya müraciət eləmək lazımdır, gülərlər adamı. Boşanan bədbəxt qadın gedib mütləq mediatora 60 manat pul ödəməlidir, gülərləri. 400 manat maaş almış şəxsi işdən çıxardıblar. Mediator ondan 60 manat alandan sonra ona arayış verir. Az təminatlı insanlardır. Və bunlara bu zərbə niyə vurur bizim hökumətimiz? Yəni, iri mübahisələr var idi. Deməli, iqtisadi mübahisələr üzrə, kommersiya sahəsi üzrə mediasiya. Onu ləğv elədilər. Niyə? Niyə bu bədbəxt az təminatlı insanlara belə zərbələr vururlar? Budur Azərbaycanda mediator. Ayıb deyilmi ki, boşanmaq istəyən, aliment istəyən qadından, hansı ki, məhkəmə hətta bunlardan rüsum almır. Siz götürüb onlardan 60 manat pul alasınız. Onsuz da bədbəxt olan bu aliment tələb edən qadından siz hələ bir 60 manat da alırsınız. Bu bədbəxt hansı ki 2 ay, 3 ay işləyib işdən çıxardıblar, pulu yox ailəsini saxlamağa, məhkəməyə müraciət etmək istəyirsiniz. Amma mediator ondan 60 manat alır, deyir, indi get məhkəməyə. Halbuki işə bərpa ilə əlaqədar da mübahisələrdə dövlət rüsumu ödənmir. Mediator bu az təminatlı insanlardan niyə pul alır? Hələ bir fəxr deyirlər. Çıxırlar televizorlara, sosial şəbəkələrə, dəstə-dəstə yığırlar, bir-birlərinə fəxri fərman verirlər. Onu da deyim ki, mediasiya hərəkəti yaralanandan ölkədə boşanma neçə 200% artıb. Hanı bəs bu alternativ mübahisələrin həlli? Alimentlər həmən mediasiya ola bilsin ki, haradasa barışıq eləyir, müvəqqəti barışıq. Bunu da reklam eləyirlər. Yəni, dövlət öz bu mediasiyada vəkillik də bu gündədir. Vəkilliyi də bu günə salınır. Bu, bir nöqtədən idarə olunan qanunsuz qanunlardır, məntiqsiz qanunlardır. Vəkillikdə necədir? Ölkənin 90% hüquqşünasları işsizdir. Onlar əvvəl məhkəmələrdə insanları müdafiə edirlər, diplomlu hüquqşünasları deyirəm. Ərcə yazırdılar, dövlətə vergi verirdilər, yaxşı da müdafiə edirdilər. Dövlət onların hamısını inkar elədi. Yəni, dövlət deyirəm, bir qrup şəxslər, deyə bilərəm.
Bu şəxslər dövlətdədir, bəli hələlik. Amma Vəkillər Kollegiyası, Azərbaycan Vəkillər Kollegiyası adlı bir qurum yaratdılar. Orada öz adamlarını yığıblar. Onlara tabi olan, onlara sadiqatda olan insanları yığıblar. Gör onlar digər hüquqşünaslardan çox bilirlər. Yox, çox bilmirlər. Əksini az bilirlər. Orada bir il hüquq stajı olan şəxs vəkillik eləyir. Amma 15-20 il stajı olan hüquqşünası ona bırakmırlar. Ümumiyyətlə məhkəməyə də bırakmırlar. Monopoliyadır. Görürsünüz, bu vasitəçilik sahəsində ki, boşanmaq istəyən qadının, onun ailəsi məzəmmət edə bilərdi, mediator kimi. Dedilər, o bizə lazım deyil. Bizə yanımıza gəlin pul verin. Orada işdən çıxarılan şəxs həmkarlar təşkilatına müraciət edə bilərdi, pulsuz. Hökumət dedi, yox, onu mediatora ver. Bu yanda da məhkəmə boşanma zamanı 3 ay vaxt verir, mediator kimi. O var onsuz da. İşə düzəltmə də elədi. Yəni, bu alternativ mübahisələrin həlləri var, özü də pulsuz. Amma bu mediasiya təşkilatını, Azərbaycandakı mediasiya təşkilatını deyirəm, mediasiya haqqında qanunu deyirəm. Yəni, ilkin məcburi mediasiya sessiyasını mən pisləyirəm. Mediasiya hərəkətini pisləmirəm. Və o kontingenti kimdən müraciət edə bilərlər? Məlum olur ki, burada əziyyət çəkən yalnız kimdir? Az təminatlı insanlar, bədbəxt insanlardır. Bunu kim eləyir? Bunu müəyyən bir qrup edir. Qanun səviyyəsində həm vəkilliyi pis günə salıblar, hüquqşünasları işsiz ediblər. Həm də məhkəməyə müraciət edən az təminatlı insanları bədbəxt vəziyyətə salıblar. Bu belə getməz. Bu dünyanın heç bir yerində belə şey yoxdur. Gülürlər. Bizə gülürlər hər yerdə və bu bir daha göstərdi ki, bizə ümumiyyətlə dövlətçilik ənənəsi məhkəmə sahəsində xüsusən olmayıb heç bir vaxtı. İndi də onlar monopoliya müəyyən şəxslərin əlindədir və yaxşı da qazanırlar. Siz bilirsiniz, mediasiyadan alınan 60 manatlardan ildə nə qədər pul yığılır və kimlərin cibinə gedir. Mediasiya təşkilatı, Mediasiya Şurasının təsisçilərindən biri Vəkillər Kollegiyasının sədri Anar Bağırovun özüdür. Və mediatorların da çox hissəsi məhz vəkillərdən ibarətdir. Mən isə dedim ki, mediasiya məhkəmədən kənar, məhkəməyə heç bir əlaqəsi olmayan qeyri-məhkəmə orqanıdır. Orqanı deyil, cəmiyyətdir. Vəkilliyi ilə də bunun əlaqəsi yoxdur. Amma Vəkillər Kollegiyasının sədri artıq Mediasiya Şurasının təsisçisidir. Bu nədən xəbər verir? Bu ondan xəbər verir ki, ölkədə normal, ədalətli bir mediasiya hərəkəti yoxdur. Bu mediasiya hərəkəti vətəndaşların rifah halını yox, yüksəltmir, azaldır, əksildir. Az təminatlı şəxslərə, insanlara zərbədir bu. Bəli. Ona görə də hökumətə məsləhət budur. Çünki hökumətə oturanlar da savad deyilən şey yoxdur onlarda. Onları kimsə diktə edir. Əgər mediasiya tətbiq edirsinizsə, tətbiq edin pullu insanlara qarşı, biznesmenlərə qarşı. Siz əksinə onları sildiniz oradan. Ona görə də Azərbaycan hakimiyyəti insanların maddi rifah halını yaxşılaşdırmaq, hər sahədə yaxşılaşdırmalıdır. Mən sadəcə bizə aid olan sahədə danışdım və bunu tənqid elədim. Və qoy nəticə çıxarsınlar, fikirləşsinlər. Bu çox davam edə bilməz. Bizə ətraf ölkələr gülürlər bizim mediası haqqında qanunumuza, bizim vəkillik və vəkillik fəaliyyəti haqqında qanuna, o vəkillik fəaliyyətinə, Vəkillər Kollegiyasının əməllərinə gülürlər. Məhkəmə siyasətinə, məhkəmə islahatlarına gülürlər. Biz özümüz də gülürük. Nə qədər kimi gülərik? Bunu gərək həll edək bu məsələni. Sağ olun.